Bir oğlan kuryer işləyirdi. Köhnə velosipedi ilə evlərə sifarişləri çatdırırdı. Bir gün yenə işə gedərkən yoldaşı onu saxlatdırdı. Dedi, mənə 500 rupi pul verginən özümə təzə paltar alacağam. Oğlan cibində olan 500 rupi pulu çıxardıb yoldaşına verdi və ona dedi ki, mənim elə bir çox pulum yoxdur ki, sənə hər gün 500 rupi pul verim, özü üçün paltar alasan. Yoldaşı dedi, yaxşı. Və çıxıb işə getmək istəyərkən velosipedin sepi çıxdı. Əlləşib velosipedinin sepini düzəltdi və çıxıb işə getdi. Axşama kimi sifarişləri evlərə çatdırıb, axşam yorğun halda evə qayıtdı. Yoldaşı buna bir stəkan sərin su gətirərək gülər üzünə buna dedi ki, bəs günün necə keçdi? Dedi, günüm necə keçəcək? Qışlarım şişib, ağrıdan dayana bilmirəm. Və qız yenə oğlandan dedi ki, bəs mənə pul verginən evdəki ərzaqlar qutarıb, gedim ərzaq alım. Oğlan yenə cibindən biraz pul çıxardıb qıza verdi. Qız ərzaq almaq üçün çıxıb getdi. Sabahçı günü oğlan yenə işə gedərkən qız onu saxlatdırdı. Dedi ki, mənə pul verə bilərsən? Deyir, sən nə qədər pul istəyirsən məndən? Mənim elə bir imkanım yoxdur ki, sənə mən hər gün pul verim. Deyir, neyniyim, valideynlərim bizə qonaq gəlirlər. Biz onları yaxşı qarşılamalıyıq. Biz onlara pis sifət göstərə bilmərik axı. Ona görə mənə pul lazımdır. Oğlan yenə nə ilac qalıb, cibindən biraz pul çıxardıb yoldaşına verdi və çıxıb işə getdi. Və yenə işdə sifarişləri çatdırarkən velosipedinin təkəri partladı və sifarişi vaxtında aparıb sahibinə çatdıra bilmədi. Ona görə sahibi sifarişdən atqaz elədi və ona dedi ki, bəs təkər partlamışdı, ona görə sənin sifarişini gətirib vaxtında çatdıra bilmədim. Bunu da nəzərə almayıb, sifarişi geri qaytardı və kör peşman halda oğlan evə qayıtdı. Yoldaşı yenə buna yaxınlaşaraq söylədi ki, günün necə keçdi? Deyir, günüm necə keçəcək? Pis. Təkərimin velosipedi partladı. Mən sifarişi vaxtında çatdıra bilmədim. Sifarişçi də öz sifarişindən atqaz etdi. Şirkət də mənə dedi ki, sən özünə motosiklet ala bilirsənsə al, ala bilmirsənsə bu velosipedlə gəlib işə çıxma yenə. Nə vaxt özünə motosiklet alarsan, onda işə çıxarsan. Başqaları motosikletlə sifarişləri çatdırır. Mən isə nə qədər çalışsam da, əlləşsəm də bu velosipedlə, köhnə velosipedlə pul qazana bilmirəm. Yoldaşı buna dedi ki, darıxma ginən, hər şey düzələr. Və üstündən də dedi ki, mənə 500 rupi pul verə bilərsən. Artıq yoldaşı dözə bilməyib, əsəbləşdi. Dedi, sən nə utanmaz adamsan. Mən sənə deyirəm ki, məni işdən çıxarıblar, pulum yoxdur. Sən mənə deyirsən ki, mənə 500 rupi pul verginə. Və yenə cibindəki 500 rupi pulu da çıxarıb yoldaşına verdi. Yoldaşı dedi ki, bəs onda sən nə edəcəksən? Deyir, heç də nə edəcəm, oturacam evdə. Mənim motosiklet almaq üçün
pulum yoxdur. Mən o qədər pulu hardan tapım ki, özümə bir motosiklet alım, işə çıxım. Sabahı günü yoldaşı evdən çıxıb getdi və bir müddətdən sonra geri qayıdaraq oğlana bir motosikletin açarını uzatdı. Oğlan baxıb gördü ki, bu evlərinin həyətində bir motosiklet var. Dedi, bu nədir? Dedi ki, sənə bir motosiklet almışam. Bu da onun açarıdır. Al, sənə çatacaq. Dedi, sən bu pulu hardan tapdın? Deyir, səndən. O deyir, mən sənə bu qədər pul verməmişəm axı. Sən mənim pulumla bu motosikleti alasan. Deyir ki, mən səndən hər gün pul istəyirdim. O pulları xərcləməyib sənə motosiklet almaq üçün yığırdım. Bilirdim ki, sən pul yığıb motosiklet ala bilməyəcəksən. Və hər gün sənin necə yorğun, qıslarının necə şişdiyini şahidi olurdum. Ona görə mən məcbur olub səndən hər gün pul istəyib o pulları yığıb saxlayırdım. Bax, həmin pullara indi sənin üçün bu motosikleti alıb gətirmişəm. Bunu eşidən oğlan deyir ki, gör mən nə qədər axmaq adam imişsəm, sən mənim haqqımda düşünürmüşsən, mən isə sənə çığırıb əsəbləşirdim. Qadın deyir ki, evi yoxdur. İndi min motosikletinə, get işinə. Deyir, yox, işə getməyəcəm. Əvvəlcə motosikletə səni mindirib gəzdirəcəm. Bax, indi belə qadınlar da var. Qadın var, evi dağıdar, qadın var isə heçdən olmayan bir ev yığıb düzəldər. Diqqətinizə görə çox sağ olun.